Bu cümə söhbətlərində qərara almışıq ki, hərdən bəzi günahlara işarə eləyək və bəzi günahların haqqında danışaq. Çünki günah insanı Allahdan ayıran ən əsas pərdələrdən və hicablardan biridir. İnsan günahdan azad olmayana qədər haqqa qovuşa bilməz, haqqa yaxınlaşa bilməz. Ona görə də insanın günahları tanıması mühümdür. Və hər bir günah haqqında buyurulan ayə və hədislər deyilərsə, ümidvarıq ki, həm danışanın, həm eşidənlərin qəlbində, ürəyində bunun təsiri olar və nəticədə inşallah günahların tərk olunmasına gətirib çıxardar. Bugün danışmaq istədiyimiz günah yalan günahıdır. Allah Quran-ı Kərimdə birini tərifləmək istəyəndə onu doğrucu adlandırır, sadiq və siddiq adlandırır. Allah peyğəmbərlərini Quranda tərifləyəndə onları doğrucu adı ilə yad eləyir. Buyurur, İsmaili yad et ki, o doğrucu idi və vədinə vəfa eləyən adam idi. Peyğəmbərimіздəndir bu hədis, buyurur, 6 şeylə özünüzü yaxşı saxlayın ki, sizi cənnətə qəbul eləyin. 6 şeyə siz əməl eləyin, mən də söz verirəm ki, sizi cənnətə qəbul eləyərəm. Birincisi budur ki, danışanda yalan deməyin. İkincisi budur ki, vədə verəndə, birinə söz verəndə, sözünüzün üstündə dayanın. Sözü havayı xərcləməyin. Bir işi bacarmayacaqsansa söz vermə. Bir işi bacaracaqsansa söz ver və sözünün üstündə dayan. Bu müminin ən birinci əlamətlərindəndir. Biri də budur ki, əmanət alanda xəyanət eləməyin. Sənə də əmanət versələr, dinsiz adama da o da xəyanət eləsə, səndə səninlə onun nə fərqi? Əmanət veriləndə əmanətə xəyanət eləməyin. Gözlərinizi naməhrəmə baxmaqdan qoruyun. Əllərinizi haramdan, kiminsə haqqını qəsb eləməkdən və özünüzü zinadan qoruyun. Bu 6 şeyə əməl eləyin, mən də söz verərəm, sizi cənnətə apararam. Yalan o qədər böyük günahdır ki, Quranda Nəhl surəsində Allah buyurur, İnnəmə yəftəril kəzibə əlləzinə la yu'minunə bi ayatillah. Buyurur, həqiqətən Allahın ayələrinə inanmayanlar yalan danışar. Yəni, yalan danışmaq küfürdür. Allahın ayəsinə iman gətirməyən adamlar yalan danışar. Hədisdə var, mömin yalan desə, onun ruhundan pis qoxu qalxar. 70.000 mələk ona lənət oxuyar. Allah ona lənət oxuyar. Peyğəmbər buyurur, qulaq asın, sizə böyük günahları xatırlayın. Deyin, böyük günahlar hansıdır? Görün, nə günahları sayır. Buyurur, birincisi Allaha şərik qərar vermək. İkincisi haqqı valideyn olmaq, valideynin üzünə ağ olmaq. Üçüncüsü yalan danışmaq. 3 günah sayır, şirk və haqqı valideyndən sonra Peyğəmbər yalan danışmağı qeyd edir. İmam Muhammed Baqir əleyhissalam buyurur ki, Allah pisliklər üçün qıfıl qərar verir. Elə bil, bütün pislikləri yığmışsan bir evə,